DİM 20 sınaq test toplusu 18-ci ümumi sınağın izahına baxaq. Sual sol tərəfdə görünür, sağ tərəfdə izahını verəcəm. Demək, sualımız 500 manata satılan kreslonun qiyməti 2 dəfə eyni faizlə ucuzlaşdıqdan sonra 405 manat olur. Kreslonun qiyməti hər dəfə neçə faiz ucuzlaşıb. Demək, biz bunu faiz artımı düsturundan istifadə etməklə həll edəcəyik. Bizim ilkin məbləğimiz, son alınan məbləğimiz SN, ilkin məbləğimiz S0 olarsa, onda 1 minus P bölünsün 100 qüvvətində N düsturundan istifadə edərik. Burada S0 ilkin məbləğdir. İlkin məbləğ, SN son məbləğdir. P faizdir. N isə burada müddəti göstərir, yəni zamanı göstərir. Bizdə ilkin, son məbləğ daha doğrusu 405'dir. İlkin məbləğimiz 500 manatdır. Vurulsun. Azaldığı üçün biz burada çıxırıq. Artsaydı toplayardıq. Bir çıxılsın. Deməli, faizimizi bilmirik. P faiz bölünsün 100 qüvvətində N-dəki 2'dir. Çünki 2 dəfə proses baş verir. Demək, 405 və 500 ixtisar aparsaq, bunu neçəyə? Demək, 5'i ixtisar hələ ki aparsaq, bu 81 olar. Bunu 5'e aparsaq 100 olar. Bərabərdir. 1 çıxılsın. P bölünsün 100'ün kvadratı. Hər tərəfdən kök alsaq 9 bölü 10 bərabərdir. 1 minus P bölünsün 100. Hər tərəfə 100'ə vursaq 90 bərabərdir. 100 minus P. P ilə bərabərdir 10. Deməli, doğru cavabımız A variantı imiş. Növbəti A bərabərdir 2x plus 2. B bərabərdir 3y çıxılsın 7. C bərabərdir 6x minus 12. Yazılan ardıcıllıqla artan ardıcıl natural ədədlərdir. Ardıcıl natural ədədlər 1-1 artır. Onda biz A plus 1 bərabər B yaza bilərik. Yəni A-nın üzərinə 1 gəlsək B-ni alarıq. B-nin üzərinə 1 gəlsək C-ni alarıq. Onda bunları biz nəzərə alsaq, yazırıq ki, A 2x plus 2 olduğu üçün üzərinə 1 gələndə 2x plus 3 olur. Bərabərdir 3y minus 7'yə. Həmçinin B-nin üzərinə 1 gələndə, yəni 3y minus 7'nin üzərinə 1 gəlsək 3y minus 6 olur. Bərabərdir C-yə, yəni 6x minus 12'yə. Bu tənliklər sistemini biraz sadələşdirsək, alınar ki 2x minus 3y bərabərdir mənfi 10. Növbəti isə olur, x-i sol tərəfə keçirsək, alınar mənfi 6x plus 3y bərabərdir mənfi 6'ya. Bunları alt-alta toplasaq, alınar mənfi 4x bərabər mənfi 16, x bərabərdir 4. Biz x-i 4 tapdıq. Onda yerinə yazsaq, y-i necə taparıq? Birinci tənlikdən nəzərə alsaq, onlar 2 4'ün 8 üstə gəl 3 bərabərdir 3y minus 7. 8 üstə 3 15, 15'dən 7 çıxanda 8 bərabərdir 3y. Bizdən əslində, yox, burada nəsə səhv etdik. Bir dəqiqə, 2x plus 3 bərabərdir 3y minus 7 aldıq. Alındı ki 2x minus 3y bərabər mənfi 10. Mənfi 6x plus 3y bərabər mənfi 12 üstə 6 gəldi, mənfi 6. Alt-alta toplayanda y-lər getdi, mənfi 16, müsbət 4, x 4'dürsə, 2 4'ün 8, 8 üstə 3, 11, 11 üstə 7, burada 18 eləyir, y bərabərdir 6 olur. Y-i 6 tapdıq, x-i 4. Bizdən soruşur ki, əbob, x-imiz 4'dür, y-imiz 6'dır və bunların əbobu 2'ə bərabərdir. Sonra həqiqi əmsallı kvadrat tənliyin köklərindən birin bizə verib x1 bərabərdir 2a üstə gəl ai və x2'dir. Burada i aşağıda verib ki, xəyali vahiddir. Əgər bu kompleks ədədlərdən söhbət gedirsə, birinci kök 2a plus ai şəklindədirsə, onda ikinci kök 2a çıxılsın, a vurulsun, i şəklində olacaq, onun qoşması şəklində. Demək, biz burada verilən sualda köklər cəminin kvadratı bölünsün köklər hasilin görürük. Viet teoreminə görə, Viet teoreminə ehtiyac yoxdur. Biz x1 plus x2'ni toplasaq, alınar 2a plus ai üstə gəl 2a çıxılsın, a vurulsun, i'nin kvadratı bölünsün. İndiki bunların hasili 2a üstə gəl a vur i vurulsun, 2a çıxılsın, a vurulsun i'yə. A vurulsun i'yə bərabərdir. Kəsrin surətində
A vur ilə islah olur. Alınır 4A'nın kvadratı bölünsün. Məxrəcə diqqətlə baxsaq, A kvadrat çıx B kvadratdır. Birincinin kvadratı çıxılsın ikincinin kvadratı. 4A'nın kvadratı 16A kvadratdır. I kvadrat burada mənfi 1 olduğu üçün qarşıya gəlir mənfi olur müsbət 1. 4A kvadratla A kvadratı toplayanda 5A kvadrat. A kvadratlar ixtisar gedir. 16-nı 5'ə bölsək 3/2 olacaq doğru cavabımız. Dördüncü sual maraqlı bir integral sualdır. İntegral deməli x kvadrat bölünsün x minus 1 dx. Biz burada nə edə bilərik? Kəsrin surətində bir məxrəcdən yarada bilərik. Yəni x kvadratı biz x kvadrat minus 1 plus 1 şəklində ayıra bilərik. Yəni yaza bilərik. Çünki orada onsuz da mənfi 1 və müsbət bir islah olacaq. Yenidən x kvadrat qalacaq. Sonra isə bunları ayrı-ayrı kəsrlərdə yazmağa çalışaq. Yəni belə x kvadrat minus 1 bölünsün x minus 1 üzərinə gəlinsin 1 bölünsün x minus 1 dx şəklində. Ayrı-ayrı kəsrlərdə yazdıq. Birinci kəsri biz surətini a minus b, a plus b, yəni x minus 1, x plus 1 kimi yazsaq və bu kəsri x minus 1, x plus 1 şəklində yazsaq, x minus 1'lər ixtisar gedər, qalar x plus 1 üzərinə gəlinsin 1 bölünsün x minus 1 dx. Və bunları ayrı-ayrı integral tapsaq, x-in integralı x kvadrat bölü 2'dir, 1'in integralı x-dır. 1 bölünsün x minus 1'in integralı 1 bölünsün kx şəklində olan funksiyaların integralları ln x şəklində olur. Ln modulda x minus 1 və nəhayət sonda s. Bu da hansı variant uyğun gəldi? Demək, Y variantına. Növbəti üslü tənliklərə aiddir. Biz nə edirik? 0,3 üstü 1 böl x plus y bərabər 0,27'ni 0,3'ün kubu şəklində yazırıq. 0,1 üstü x plus 1 böl y bərabər 0,1'i 0,1'in kvadratı şəklində yazırıq. Əsaslar eyni olduğu üçün qüvvətlərin bərabərləşdiririk. 1 böl x plus y bərabərdir 3. 1 böl y plus x bərabərdir 2'yə. Bundan sonra birinci tənliyin hər tərəfini x-a vursaq alınar 1 plus x y bərabərdir 3x. İkinci tənliyin hər tərəfini y-ə vursaq alınar 1 plus x y bərabərdir 2y-ə. Deməli, onda biz burada nə edə bilərik? Bərabərliklərin, hər iki bərabərliyin sol tərəfləri eyni olduğu üçün onda sağ tərəflərini də bərabərləşdirərik. Bizdən y böl x-i soruşur. Y-i x-a bölmək elə 3'ü 2'yə bölməkdir. Doğru cavab 1,5. Yəni 5'də cavab hansı variant oldu? B variantı. Növbəti 6-cı sualda 8-ci dərəcədən kök altda 5 plus 1, 4-cü dərəcədən 5 plus 1, kök altda 5 plus 1. Deməli, burada nə edə bilərik biz? Verilən bu ifadəni biz 8-ci dərəcədən 5 çıxılsın 1'ə vurub, bir dəqiqə, 8-ci dərəcədən 5 çıxılsın 1 vuray və bölək. Bu şəkildə yenidən, yəni bunlar ixtisar getsə həmin ifadə alınacaq. Bundan sonra nə alınacaq burada? İlk 2 hasil bizə a kvadrat çıx b kvadratı verəcək. Yəni ki, 8-ci dərəcədən 5'in kvadratı olur 4-cü dərəcədən 5 çıxılsın, ikincinin kvadratda 1'dir. Sonra qalanların olduğu kimi saxlayırıq. Bölünsün 8-ci dərəcədən 5 çıxılsın 1. Növbəti yenə də ilk 2 mötərizənin hasili a kvadrat çıx b kvadratdır. 4-cü dərəcədən 5'in kvadratı ilə kök altda 5'dir. 1'in kvadratı 1'dir. Növbəti sonuncu mötərizədə olduğu kimi qalır. Yenə də 8-ci dərəcədən 5 minus 1'i saxlayırıq. Bu iki mötərizə bizə yenidən a kvadrat minus b kvadratı verir. Kök altda 5'in kvadratı 5'dir. 1'in kvadratı 1'dir. İndi bizdə burada var idi ki, a bərabərdir 8-ci dərəcədən 5 minus 1. Bunun məxrəci bizə elə a-nı verir. A minus 5 minus 1 4 verir. Məxrəcində də a 4 bölünsün a. Yəni Y variantı. Keçirik növbəti 7-ci suala. Kateti 4 olan bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuz ətrafında fırlanmasından alınan. Aha, burada hipotenuz ətrafında fırlanma deyir.
Belə bir bərabər yanlı düzbucaqlı üçbucaq çəkirik. Kateti 4, düzbucaqlı üçbucaq, katetlər 4-dür. Hipotenuz ətrafında fırlanır bu. Hipotenuz ətrafında fırlanırsa bir növ burada bir dənə də yaranır belə bir düzbucaqlı üçbucaq. Onda burada cızılan dairə, çəkilən çevrə baxın belə bir dairə olacaq. Baxın bu dairə burada yaranacaq bu cür. Adlandıraq bunu A, B, C. Buranın da bu nöqtənin də mərkəzi də misal üçün O hərfi ilə işarə edək. Burada iki konus yaranır və bu cismin yan səthinin sahəsini soruşur. Bunun yan səthinin sahəsi normalda konusun yan səthinin sahəsi PRL ilə tapılır. Sadəcə burada iki konusdan söhbət getdiyi üçün 2PRL şəklində olacaq. Radius BO-dur bizdə. BO düzbucaqlı üçbucaqda 90 dərəcə B bucağıdır. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən hündürlükdür. Elə bucaqları 45-45 olduğu üçün bu düzbucaqlı üçbucağın 45-45 olduğu üçün hündürlük elə katetə demək olar belə yazacağıq da BO bərabərdir 4 bölünsün kök altda 2. Yəni 2 kök altda 2 şəklində. Çünki katetlər bərabər olduğu üçün belə deyək BO və AO katetləri bərabər olduğu üçün ABO düzbucaqlı üçbucağında AB hipotenuzu BO katetindən kök altda 2 dəfə çox olacaq. Biz bunu tapdıq. Onda düsturumuza əsasən 2 vurulsun, pi vurulsun. Radius burada həmin o BO-dur. 2 kök altda 2. Doğuran isə bizdə 4-dür. 2, 2-nin 4, 4, 4-ün 16, kökdə 2, pi olacaq cavabımız. Sonra kökün altında x minus 3'ün kvadratı kiçik bərabər 3-cü dərəcədən x minus 3'ün kubu. Verilən kökün xassələrindən istifadə edirik. Kvadratla kök gedir. Cüt dərəcə olduğu üçün bu ifadənin modulu çıxır. 3-cü dərəcələr gedir. Tək dərəcə olduğu üçün moduldan özü çıxır. Diqqətlə bura baxaq. Məsələn 2 nümunə göstərək burada. Modul 4 kiçik bərabərdir 4. Kiçikdir deyək, hətta kiçik bərabər yox, kiçik deyək. Misalını göstərək burada. Bir də modulda mənfi 4 kiçikdir 4. Bu ifadələrdən hansı doğrudur? Əlbəttə ki, ikincisi doğrudur. Bir dəqiqə. Modul bu mənfi 4. Məlum ki, bunlardan hansı doğrudur? Mən səhv yazdım burada. Bir dəqiqə nümunə səhv göstərdim burada. Demək, modul x minus 3 kiçik bərabər x minus 3. Modulda 2 kiçikdir 2. Bir də modulda mənfi 2 kiçikdir mənfi 2. Bu verilənlərdən hansı doğrudur? Məlumdur ki, birinci verilən doğrudur. Düzdürmü? Birinci verilən doğrudur da. Birinci verilən doğru deyil. Burada belə olacaq. Modul x minus 3 kiçik bərabər x minus 3. Hansı ədədin modulu özündən kiçik bərabərdir? Mənfi ədədlərin modulları belə olur da. Mənfi ədədlərin modulları yoxsa müsbət ədədlərin modulları. X minus 3 demək x minus 3 kiçikdir, bərabərdir 0-dan. X minus 3 kiçik bərabərdir 0-dan. Çünki mənfi 2-nin modulu tutaq ki, kiçik bərabərdir mənfi 5. Yox, bu müsbət olacaq. Böyük bərabər 0, x böyük bərabərdir 3. Yəni 3 daxil müsbət sonsuzluq şəklində. Müsbət ədədlərin modulu özündən kiçik bərabər olacaq. Bu şərt doğrudurmu? Mənfi 3. Sanki 0 versək doğru deyil. Burada mənfi 3 versək 6 kiçik bərabər. Mənfi 6 doğru deyil. Daha sonsuzluq mənfi 3. 4 versək doğrudur. 5 versək doğrudur. Belə. Növbəti 9-cu sual. Simmetri yox x bərabər 3 şəklində. Y bərabərdir x kvadrat plus bx plus c parabolası 1-2 nöqtəsindən keçir. Bunu bildik. Təpə nöqtənin koordinatlarını soruşur. Simmetri yox x bərabərdir m-dir. Bu simmetri yoxluğun tənliyidir.
və bunun da m-in də düsturu mənfi b bölünsün 2a şəklindədir. Yəni mənfi b qalır. A bizdə 1 olduğu üçün 2 vur 1 bərabərdir. Simmetri yoxun 3 verir. Buradan alınır ki b bərabər mənfi 6. Onda bizim funksiyamız x kvadrat minus 6x plus c'dir. 1 2 nöqtəsindən keçirsə deməli y-imiz 2-dir. X-ların da yerinə 1 yazırıq. Alınır ki 2 üstü 6 8 8-dən 1 7. Deməli bizim funksiyamız x kvadrat minus 6x plus 7 şəklindədir. Biz burada nə edə bilərik? X minus 3-ün kvadratı şəklində yazıb 2 çıxa bilərik və parabolanın təpə nöqtəsinin koordinatları 3 mənfi 2 olacaq. Və yaxud mn düsturu ilə də yaza bilərik. Növbəti 10-cu sual. Venn diaqramı burada çəkək. Venn diaqramı. Bu A çoxluğu, bu da B çoxluğu. A çoxluğunun elementlərinin sayını bizə 9 verib. B-də olub A-da olmayanlar, yəni B ilə A-nın fərqinin elementlərinin sayını 3 verib. N-A çıxılsın MB-nin sayını bizə 2 verib. Buradan N-A-nı biz tapsaq 2 plus NB şəklində olar. A ilə B-nin kəsişməsinə x desək, A ilə B-nin kəsişməsinə x desək, onda NB-nin sayı x plus 3 olacaq. NA-nın sayı isə üzərinə 2 gəlsə x plus 5 olacaq. Onda belə çıxır ki, A çoxluğunda kəsişmə hissəyə x düşübsə, yalnız A-ya qalanlar 5 olacaq. Və buradan alınır ki, 5 plus x bərabər 9, x bərabərdir 4. Kəsişmənin elementlərinin sayı 4-ə bərabərdir. Bizdən bunun alt çoxluqlarının sayını istəyin. Alt çoxluqlarının sayı 2 üstü n ilə tapılır. 2 üstü 4, o da bərabər 16 olacaq. Sonra trapesiyanın diaqonalları orta xəttini 5, 6, 5 nisbətində bölür. Trapesiyanı çəkək. Trapesiyanın diaqonallarını çəkək. Orta xəttini çəkək. Bilirik ki, orta xətt diaqonalların kəsişmə nöqtəsindən keçmir. Orta xətti 5, 6, 5 nisbətində bölür. Bura 5K, bura 6K və məlum ki, burada 5K-dır. Bizdən kiçik oturacaq, böyük oturacaq, kiçik oturacaqdan neçə dəfə böyüdür, onu soruşur. Demək, bax, bura yazıram A, B, C, D. Bizdə AC parçası 11K olduğu üçün trapesiyanın böyük oturacağı 22K olacaq. Çünki bu orta xətdirsə, bu AC həm də bu gördüyümüz üçbucağın orta xəttidir. Ona görə orta xətt paralel olduğu tərəfin yarısı olduğu üçün biz bura 22K deyə bilərik. Həmçinin AB 5K olduğu üçün onda trapesiyanın kiçik oturacağı 10K olacaq. Çünki orada gördüyümüz üçbucağın da orta xətti AB-dir ona görə. Və bizdən soruşur ki, böyük oturacaq kiçik oturacaqdan neçə dəfə böyüdür? Doğru cavab 2,2 dəfə. Sonra 12. 12-ci sual. Silsilə sualı. Ədədi silsilədə A2 bərabərdir. A2 bərabərdir. AA. Bu iki rəqəm ədədi göstərir. Biz bilirik ki, bu mərtəbə vahidlərini ayırsa 10A plus 1A, yəni 11A-dır. A4 bərabərdir 3 dənə A. Bu da ilə qısaca bilirik ki, 111A-ya bərabərdir. Silsilə fərqi 275-dən böyükdür. Yəni D böyükdür 275. Bu şərtləri ödəyən ədədi silsilələrin sayını soruşur. Silsilə fərqini tapmaq üçün biz A4 və A2-yə əsasən A4 minus A2 böl 2 yaza bilərik. Onda A4 bizdə 111A-dır. Çıxılsın A2 bizdə 11A-dır. Bölünsün 2 və bu böyükdür 275-dən. 111A-dan 11A çıxanda 100A, 100A-nı 2-yə bölsək 50A bərabər böyükdür 275-dən. Buradan da alınır ki, A böyükdür. Demək, 275-i 50-yə bölsək 5 tam neçə olacaq? 5 tam neçə? 5 tam neçə olacaq və burada 5 tam neçədən böyüklər. Bir şey var ki, burada A-lar rəqəmlərdir. Çünki üzərində xətt olduqları üçün 0-dan 9-a qədər rəqəmlərdir. 0 ola bilməz, 1-dən 9-a qədər rəqəmlərdir. İndi bu A-nın qiymətləri 5-dən böyükdürsə, deməli 6, 7, 8, 9 ola bilər. 4 dənə A variantı olacaq. Növbəti.
Müstəvi ilə 60 dərəcəlik bucaq əmələ gətirən mailin uzunluğu 20 sm-dir. Müstəvi ilə 60 dərəcəlik bucaq əmələ gətirən mail olsun. Bax, bu mailin uzunluğunu bizə 20 verib. Mailin müstəvi üzərindəki proyeksiyasının uzunluğunu soruşur bizdən. Proyeksiya bax bu x-dir. Burada düşür 30 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Burada olur 10. Mailin müstəvi üzərindəki proyeksiyasının uzunluğunu soruşur. Cavab 10. Sonra tangens 10 bərabər, tangens alfa bərabərdir 10. Demək, tangens alfa bərabərdir 10. Sonra a bərabərdir tangens 2 alfa. B bərabərdir sinus 2 alfa. C də bərabərdir kosinus 2 alfa. Tangens 2 alfanın düsturu belə idi. 2 tangens alfa bölünsün 1 minus tangens kvadrat alfa. Tangensin qiyməti 10 olduğu üçün 2 vurulsun 10 bölünsün 1 minus 10'un kvadratı. Yəni 20 bölünsün mənfi 99. Sinus 2 alfanın düsturu belə idi. Tangensə əsasən 2 tangens alfa bölünsün 1 plus tangens kvadrat alfa. Yəni 2 vur 10 bölünsün 1 üstə gəl 10'un kvadratı. Bu da 101'də 20 olur. Bilirik ki tangens alfa bərabər sinus 2 alfa bölünsün kosinus 2 alfadır. Kosinus 2 alfanı tapanda olacaq tangens 2 alfa bölünsün, yox, demək tərsinə. Deməli tangens 2 alfa bərabərdir sinus 2 alfa bölünsün kosinus 2 alfa. Onda kosinus 2 alfa olacaq sinus 2 alfa bölünsün tangens 2 alfa. Sinus 2 alfa bizdə 101'də 20 idi. Deməli 101'də 20'ni bölürük. Tangens 2 alfa isə mənfi 99'da 20'dir. Bu tərsinə vurulacaq. Məlumu cavab alınacaq 101'də 99. İndi bunları müqayisə etmək qaldı. Burada yəqin ki ən böyük burada müsbət olan B olacaq. Ən böyük B'dir. Sonra A'dır. Sonra C olacaq. E variantı. Sonra demək 3 bucaq bu nöqtə B, A, C, D. BD 5, BC 10'dur. BC bütöv 10'dursa onda DC'ye də 5 qalır. AB 7'dir. AD 2 kök altda 10'dur. Bizdən AC tərəfin uzunluğunu soruşur. Onda belə çıxır ki, AD bizdən median imiş. Medianın düsturundan burada rahat istifadə edə bilərik. Medianın düsturu da belə idi. 2'də 1 kök altında 2A kvadrat üstə gəl 2B kvadrat çıxılsın C'nin kvadratı. Bizdə median 2 kök altda 10'dur. 2'də 1 vurulsun kök altında 2 vurulsun A dediyimiz 7'dir. Kvadratı 49. 2 vurulsun B dediyimiz x'tir. Kvadrat x kvadrat çıxılsın. C dediyimiz BC tərəfidir. 10. 10 da kvadratı 100 olur. Demək, bura çarpaz vursaq olacaq 4 kök altda 10 bərabərdir. 98 2x kvadrat burada yaranır. 2'ni 49'a vuranda 98. 98'dən 100 çıxanda mənfi 2. Hər tərəfini kvadrata yüksəltsək 2x kvadrat minus 2 bərabərdir 160. 2x kvadrat bərabərdir 162. X kvadrat bərabərdir 81. Və kök alsaq x bərabərdir 9. Mənfisini götürənməliyik. X'imiz 9 oldu. Başqa üsulla da getmək olar. On 6-cı sualda mən belə bir işləyim, çox tərif görməyək deyə x minus y-ə 1 tutaq ki a deyirəm, x y-ə də bir dənə b əvəzləməsi aparım. Onda bizim tənliyimiz olacaq a plus 3b bərabərdir 14 qısa olsun deyə. İkinci tənliyimiz 3a minus 2b bərabərdir 9 şəklində. Neyniyək? Biz birinci tənliyi 2-yə, ikinci tənliyi 3-ə vuraq. Onda alınar 2a üstə gəl 6b bərabər 28. 9a minus 6b bərabərdir 9'un 27. Tərəf tərəfə toplasaq 11a bərabərdir 55. Burada b'lər islah olur. A oldu 5. A 5'dirsə
14-dən 5 çıxarıq 9, 9 3-ə böləndə 3. Yəni bizdə x minus y 5 imiş, x vur y 3 imiş. X kvadrat plus y kvadratındakı düsturu x minus y-in kvadratı üstə gəl 2xy şəklindədir. Köməkçi müxtəsər bulma düstur. Yəni 5-in kvadratı üstə gəl 2 vur 3. 25, 2 3-ün 6. Doğru cavab 31. Sonra bərabərsizlik verilən mötərizəni açsaq bərabərsizliyin sol tərəfində alınacaq x kvadrat plus 6x plus 9 çıxılsın 3 kiçik bərabərdir. Bu mötərizəni də açsaq x kvadrat plus 6x plus 9 minus 9 bölünsün x. 9'dan 3'ü çıxsaq alınan x kvadrat plus 6x plus 6 kiçik bərabər x kvadrat plus 6x bölünsün x. Bu x məlum ki sıfırdan fərqlidir. X sıfırdan fərqlidir. Tək-tək bölsək alınan x plus 6. Və biraz sadələşdirmə iş yaparsaq x kvadrat plus burada 6'lar islah olur. X kvadrat plus 5x kiçik bərabər 0. X-i mötərizə xaricinə çıxarsaq belə bir bərabərsizlik alarıq. İntervallara müraciət eləsək 0'ın içi boş. Daha doğrusu birinci mənfi 5 gəlir. Birinci mənfi 5 gəlir. Daxildir. 0 daxil deyil. 0'dan böyük versək müsbət, mənfi, müsbət və bunun cavabı olacaq mənfi 5'dən 0'a qədər. Doğru cavab hansındadır? Y variantındadır. 18-ci sual. A üstü 6 çıxılsın 64'ün vuruqlarından biri deyil. Biz A üstü 6'ın minus 64'ü A kub minus 8 A kub plus 8 şeklinde yaza bilərik. A üstü 6 A kubun kvadratıdır. 64'e 8'in kvadratıdır. Birinci mötərizəyə A kub minus B kub tətbiq eləyə bilərik. 8 2'nin kvadratı olduğu üçün. Onlar A minus 2 A kvadrat plus 2A plus 4 vurulsun. İkinci mötərizə isə A kub plus 2'nin kubunun açılışıdır. O da olur A plus 2 A kvadrat minus 2A plus 4 şeklinde. İndi 4 dənə burada əslində variant görürük. 5-ci burada olmayan variant B variantıdır. 4 dənə variant elə mötərizənin içində görünür. Sonra 19-cu sual biraz vaxt aparacaq. Trigonometrik funksiyalara aiddir, trigonometrik tənliklərə aiddir. Demək, kosinus 4x olduğu kimi saxlayırıq. Kosinus 4x olduğu kimi qalır. Çıxılsın. Biz burada sinus alfa, sinus beta düsturunu görürük. Sinus alfa, sinus beta düsturun. Sinus alfa, sinus beta düsturunun açılışı necə idi? Demək, sinus alfa, sinus beta olacaq belə 2'də 1 kosinus alfa minus beta, yəni 2x minus 6x 4x çıxılsın kosinus alfa plus beta, yəni 2x üstü 6x olur 8x. Bir də deyirəm, orası sol tərəfdəki sinus 2x vur sinus 6x, sinus alfa, sinus beta düsturunun açılışını yazdım. Bərabərdir. Kök altda 3 böl 2 kosinus 2x. Hər tərəfini 2'ye vursaq alınar 2 kosinus 4x çıxılsın. Bu ikilər gedir, qalır kosinus 4x, mötərizənin açısı üstə gəl kosinus 8x bərabər kök altı 3 bölü 2 kosinus 2x. Kosinus 4x bir dənə qalır burada, üstə gəl kosinus 8x bərabər kök altı 3 bölü 2 kosinus 2x. Yenidən burada kosinus alfa üstə gəl kosinus beta düsturu yaranır. Bunun da açılışı belə idi. 2 kosinus bir dəfə cəmin yarısı 4x ilə 8x'in cəminin yarısı 6x vurulsun kosinus 4x minus 8x'in yarısı kosinus cüt olduğu üçün müsbət olur. Kök altı 3 bölü 2 kosinus 2x. Burada ixtisar aparmırıq. Sadəcə kosinus 2x'i sol tərəfə keçirdib ortaq vuruq kimi çıxardırıq çölə. Qalır 2 kosinus 6x. Biz burada bir şey səhv elədik. Demək burada 2 məxrəcdə yoxdur. Çünki biz bunun hər tərəfini 2'ye vurmuşduq. Burada da 2 yoxdur məxrəcdə. Olur 2 kosinus 6x çıxılsın kök altda 3 bərabərdir 0.
Kosinus 2x-i də 0-a bərabər edirik. Bunun həlli 2x bərabərdir pi bölü 2 üstə gəl pi k. X bərabərdir pi bölü 4 üstə pi k bölü 2. Sağ tərəfdə isə alınır ki, kosinus 6x bərabərdir kök altı 3 bölü 2. 6x bərabərdir müsbət mənfi kök altı 3 bölü 2-ni alır 30 dərəcədə üstə gəl 2 pi k. Hər tərəfini 6-ya bölsək, müsbət mənfi pi bölü 36 plus pi k bölü 3 şəklində cavab. Deməli, burada 2 cür kök tapdıq. Amma yoxlamaq lazım olacaq. Sağ tərəfdəki və burada müsbət mənfi olduğu üçün bunun müsbəti üçün bir dəfə yoxlamaq, mənfisi üçün bir dəfə yoxlamaq lazımdır. Bunları ödəyən qiymətlər, məsələn, k-ya burada 0 versək, birinci tənlikdə sol tərəfdə x bərabər 45 dərəcə olar və bizdən 0-90 arasındakı qiymətləri soruşur. Bu ödəyir. 1 versək artıq bu 90-ı keçir, ödəmir. Sağ tərəfdə bir kökümüz mənfi pi bölü 36 plus pi k bölü 3-dür. O bursu isə müsbət pi bölü 36 plus pi k bölü 3-dür. Burada k-ya 0 versək, biz alarıq 5 dərəcə, ödəyir şərtimizi. K-ya 1 versək, olacaq 60 o da 5, 65 dərəcə. Bu da ödəyir şərtimizi. K-ya bir də mənfi 1 versək, yox. 2 versək, 0 versək, 1 verdik. Deməli, bunun bir də mənfisini yoxlamalıyıq. Mənfisinə 1 versək, 60-dan 5 çıxanda 55 dərəcə qalacaq. 4 dənə bizim kökümüz olacaq 0-90 arasında. Bunu biraz yoxlamaq vaxtı lazımdır. Ona görə hər iki tənlikdə k-ya 0, 1, mənfi 1, 2 qiymətlər verməklə yoxlamaq lazımdır. Tilinin uzunluğu 10 olan kubun hər iki diagonal kəsiyi çəkilərək kub 4 kongruent fiqura bölünüb. Demək, həmin kubu çəkək. Belə çəksək. Təxminən çəkdiyi belə bir şey. Tilinin uzunluğu 10-dur, hər tərəf 10-dur. Hər iki diagonal kəsiyi çəkilir. Misal üçün, bir diagonal kəsiyi budur. Bu gördüyümüz, adlandıraq da bunları A, bura olsun B, C, D. A1, B1, C1, burada D1. Və növbəti diagonal kəsiyi isə A1, C1, CA-dır. Deməli, 4 kongruent fiqura bölünüb, alınan fiqurların birinin tam səthinin sahəsi. Burada 4 dənə kongruent fiqur hansıdır? Biz bu mərkəzləri birləşdirsək, və misal üçün, burada qalan üst oturacağı A1, B1, tutaq ki, burada deyək O1, bir aşağıda O deyək, bir də alt oturacağı ABO olan üçbucaqlı prizma var. Bax, onun tam səthinin sahəsini bizdən soruşur. S bərabərdir. Biz burada nə etməliyik? Birinci olaraq biz bilməliyik ki, demək, A1, O1 və B1, O1 parçaları kvadratın diagonalının yarısıdır. Kvadratın diagonalı 10 kökdə 2 olduğu üçün onun yarısı olacaq 5 kök altda 2. Deməli, burada bir neçə sahə olacaq. Birinci sahəmiz olacaq burada gördüyümüz B1, O1, OB. Bax, bu düzbucaqlının sahəsini tapmaq lazımdır. Bunun da sahəsini tapmaq üçün BO-nu belə deyək. O1-ə vurarıq. BO elə B1, O1 deməkdir. 5 kök altda 2. O1 də bizdə hündürlüydü 10-dur. Bu olur 50 kök altda 2. Digər sahə A1, O1, O, A düzbucaqlısının sahəsidir. Yenə bunun da sahəsi AO vurulsun O1'dir. AO bizdə elə 5 kök altda 2'dir. Diagonalın yarısı da O1'dən hündürlüydür 10'dur. Bu olur 50 kök altda 2. Növbəti sahə A1, B1, A, B düzbucaqlısıdır. Bunun da sahəsi 10 vurulsun 10 şəklində olacaq. Çünki hündürlüyü də 10'dur. Belə deyək, eni də 10'dur, uzunluğu da 10'dur. Bir də qaldı. Yuxarı aşağı oturacaqlar. Yəni 2 dənə üçbucağın sahəsi.
prizma vardı. Orada prizmada yuxarıda aşağılara üçbucaqlar olduğu üçün düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün katetləri bir-birinə vurub 2-yə bölmək lazımdır. 5 kökdə 2 vurulsun. 5 kökdə 2 bölü 2. Bu da oldu 50. Onda qaldı bunları toplamaq. Ümumi sahə bərabərdir. 50 kökdə 2, üstə gəl 50 kökdə 2, üstə gəl 100, üstə gəl 50. Yəni 150 üstə gəl 100 kök altda 2. Y variantı. Söhbət burada nədən getdi? A1, B1, O1, ABO üçbucaqlı prizmasının sahəsini tapmaq. Həmin sahəni mən bir də fiquru rəngləyirəm. Bax, gördüyümüz bu üçbucaqlı prizmanın sahəsini tapdıq. Növbəti, təpə bucaqları kongruent olan iki bərabər yanlı üçbucağın oturacaqların deməli, təpə bucaqları kongruent olan iki bərabər yanlı üçbucağın oturacaqlarının uzunluqları 10 və 30-dur. Kiçik üçbucağın yan tərəfi 13-dür. Böyük üçbucağın oturacağına çəkilən hündürlüyün bizdən soruşur. Biz kiçik üçbucağın da hündürlüyünü çəkirik. Oturacağa çəkilən, bərabər yanlı üçbucaqda oturacağa çəkilən hündürlüklər bərabərdir deyə bura 5, 5 düşür. Onda bunun hündürlüyü Pifagor teoremi ilə 13-ün kvadratından 5-in kvadratının çıxmaqla tapılır. Bu da 12 olur. Ümumiyyətlə bu üçbucaqlar oxşardır. Çünki bir üçbucağın bərabər yanlı üçbucağın təpə bucaqları bərabərdirsə, deməli oturacağı bitişik bucaqları da bərabərdir. Deməli bunlar oxşardır. Bizim də qaydamız var idi. Tərəflər nisbəti elə hündürlüklər nisbətinə bərabər olacaq. Yəni 10 bölünsün 30 bərabərdir. Kiçik üçbucağın hündürlüyü bölünsün böyük üçbucağın hündürlüyü. Doğru cavab 36. Qaradağ sözündəki hərflərin yerini dəyişməklə neçə fərqli söz almaq olar? Bunun qaydası belə idi. Qaradağ sözündə Qaradağ 7 hərf var. Ümumi yer dəyişmələrin sayı 7 faktorialdır. Bölürük. 3 dənə A hərfi təkrarlandığı üçün 3 faktorialı. Bu da olur 7, 6, 5, 4. Qalanları 3 faktorialdır. 3 faktoriallar ixtisar gedir. 5 4-ün 20, 20-ni 6-ya vursaq 120, 120-ni də 7-yə vursaq 840 doğru cavab. Deməli, burada şəklin üzərində işləyərik. Demək, verilən şəkildə biz bu tərəfi uzatsaq, 35 dərəcə gördüyümüz bucaq köçür burada olur 35 dərəcə. Çünki bunlar daxili çarpaz bucaqlar olacaqlar. Və biz bilirik ki, üç bucaq, burada gördüyümüz fiqur üç bucaqdır. Üç bucağın iki daxili bucağı, ona qonşu olmayan, üç bucağın bir xarici bucağı, ona qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni, alfanı tapırıq 75 dərəcə. Növbəti sualda da hazır qaydamız var. Bunun üçün bunu belə deyə bilərik. Verilən bu tərəfi uzatsaq biz. Bir dəqiqə. Deməli, bu tərəfi biz uzatsaq, həmçinin bunu da uzatsaq, bura 25 dərəcə, onda burada 25 dərəcədir və bu bucaqla bu bucaq daxili çarpaz bucaqlar olduğu üçün burada 25 dərəcədir. Həmçinin bu betadırsa içəridəki bucaq da betadır. Bunlar qarşılıqlı bucaqlardır. Yenə həmin qayda üç bucağın iki daxili bucağı ona qonşu olmayan üçüncü xarici bucağa bərabərdir. Betanı da buradan tapırıq 45 dərəcə. Növbəti şəkildə də biz nə edərik? Bu xətti uzadarıq axıra qədər. Bura 125 dərəcədirsə, onda bunun qonşusu olacaq 55 dərəcə. Bu qamma bucağı köçür bura. Çünki onlar daxili çarpaz bucaqlardır. Və düz bucaqlı üç bucağın iki iti bucağının cəmi 90 dərəcəyə bərabərdir. Alfa da oldu 35 dərəcə. Bizdən nəyi soruşurdu? Bizdən soruşurdu alfa beta qammanın cəmini tap. 45 üzərinə gəl 75 üzərinə gəl 35 120 155 dərəcə olacaq cavabımız. Növbəti vektorlar sağ tərəfdə izahını verəcəm. A vektorun verib 3, 4. Başlanğıc A nöqtəsi bunun başlanğıcıdır 2, 11 nöqtəsi.
B nöqtəsi bunun son nöqtəsidir. X, Y. Komponentlərlə yazanda biz son nöqtədən başlanğıc nöqtəni çıxırdıq. Yəni x minus 2 və y minus 11 bərabərdir 3, 4-də. Deməli, uyğun komponentləri bərabərləşdirsək, y minus 11 bərabərdir 4, x-i biz 5 taparıq, y-i də 15 taparıq. Bunların hasilini soruşur, doğru cavab 75. Verilən funksiyanın limitini tapmaq üçün kəsirin surət və məxrəcin surətin qoşmasına vuracaq. Onda belə olacaq. Kökün altında x kvadrat plus 16 çıxılsın 4. Kök altında x kvadrat plus 16. Belə deyək, bunu plusuna vururuq. Surəti də, məxrəci də. Burada da olur 2x vurulsun. Kök altında x kvadrat plus 16 plus 4. Kəsirin surətinə diqqətlə baxsaq, a kvadrat çıx b kvadrat var. Yəni kökün kvadratı elə özüdür. Çıxılsın 4-ün kvadratı 16, məxrəci olduğu kimi saxlayırıq. X kvadrat plus 16 plus 4 bərabərdir. Burada 16'lar ixtisar gedir. X-in 1 ilə bu x ixtisar gedəcək. Kəsirin surətində x qalacaq. Məxrəcində 2, x kvadrat plus 16 plus 4 şəklində ifadə alınacaq. Birincisi, limit x yaxınlaşır sonsuzluq həmin bu funksiya. Yəni x bölünsün 2 kök altında x kvadrat plus 16 plus 4. Burada nə edirik biz? Kəsirin surət və məxrəcini x-a bölsək, onda surətdə alınacaq 1. Limit var əvvəlində, x yaxınlaşır sonsuzluğa. 2 kök altında, kökün altı x kvadrata bölünəcək. 1 plus 16 böl x kvadrat üstəgəl 4 böl x bərabərdir. Bunlar sıfıra gedirlər, məxrəci sonsuzluğa yaxınlaşdığı üçün. Onda olur 1 bölünsün 2 cavabımız. Yəni 0,5. Bir də növbəti limit x yaxınlaşır 0 var orada. Bu kəsirdə biz x-ların yerinə 0 yazsaq, onda elə bizim cavabımız 0-a bərabər olacaq. Yeşunda bunların cəmini soruşur. 0,5-in üzərində 0 gəlsək, doğru cavab 0,5 olacaq. Loqaritma mövzusuna aid olan sual. Demək, loqaritma deməli 5 əsasdan 12,5-in kvadratı üzərinə gəl 4 vurulsun. Biz buradakı 25-i 5-in kvadratı şəklində yazırıq. 12,5 vurulsun. Loqaritma 5 əsasdan 2 üstə gəl loqaritma 5 əsasdan 2-nin kvadratı bərabərdir. Buradakı 2 qarşıya tərsi kimi gəlirdi. Olur loqaritma 5 əsasdan 12,5-in kvadratı üstəgəl 2 qarşı 2-də 1 kimi gələndə 4-ü 2-yə vursaq 2 eləyər. Olar 5-in loqaritma 5 əsasdan 12,5 vurulsun loqaritma 5 əsasdan 2 üstəgəl loqaritma 5 əsasdan 2-nin kvadratı. Diqqətlə baxsaq, burada a plus b-nin kvadratı var, açılışı var. Yəni loqaritma 5 əsasdan 12,5 üstə gəl loqaritma 5 əsasdan 2-nin kvadratın açılışıdır bu ifadə. Mötərizənin içərisində əsaslar eyni olduğu üçün 12,5-i 2-yə vururuq 25 olur. Bir də ümumi kvadrat var. Mötərizənin içərisi 2-dir, kvadratı da 4 olur. 27-ci sual. Uyğunluqdur. Verilən funksiyanın birincisinin törəməsini tapaq. Fx bərabərdir y üstü 2x üstəgəl y üstü 2. Y üstü 2x-in törəməsi elə özü idi, amma vurulsun 2x-in də törəməsini tapırdıq. Burada y kvadrat var, o sabit ədəddir, törəməsi 0-dır. Onda bunun törəməsi oldu 2 y üstü 2x şəklində 2 y üstü 2x. Yəni buna uyğun gəldi B variantı. İkinci funksiyamız fx bərabərdir ln 2x üstəgəl ln 2. Ln-in törəməsi 1 böl həmin funksiya vurulsun həmin funksiyanın da törəməsidir. Ln 2 yenə də sabit ədəddir, onun törəməsi 0-dır. Burada 2x-in törəməsi 2-dir. 2-lər ixtisar gedir, doğru cavab qalır 1 böl x. Yəni buna da D variantı uyğun gəldi. Fx bərabərdir y üstü y üstü y üstəgəl ln y. Burada da törəmə tapırdım mən burada bayaqlara. Bax, buradan artıq o tərəfə törəmə idi. Törəmə tapmaq istəyirsə bu 0-a bərabərdir. Çünki y üstü y sabit ədəddir, ln y də sabit ədəddir. Törəmələr cəmi ilə 0-dır.
Doğru cavab C variantı. Demək 1-ə uyğun gəldi B, 2-yə uyğun gəldi D, 3-ə uyğun gəldi C. O qədər. Çox sağ olun. 28, 29, 30-cu suallar qısa video şəklində kanalımızda yerləşdiriləcək.